Olimpiyada sualı ilə qarşınızdayım. Belə bir sual verilib. Ədədini onluq kəsir şəklində göstərirsən, sonuncu rəqəm neçə olar? Gəlin birinci 1/5 göstərək ki, sonu neçə ilə bitir? 0,2. Sonu 2 olacaq. 1/5-in kvadratı, yəni 1/25 0,4. Sonuncu rəqəm 4'tür. 1/5'in kubu olacaq 1/125, bu da bərabərdir 0,008, sonu 8 olacaqdır. 1/5/4, bu da bərabərdir 0,1016, sonu 6 olacaqdır. Bunlardan bizə uyğun olan sonu 6 olandır. Ona görə ki 6'nı sonsuza dək bir-birinə vursaq yenə də 6 təkrar olunur. Gəlin indi 4-cü dərəcəni uyğunlaşdıraq. Onda 1/5/2000-i bu şəkildə yaza bilərik. Bərabərdir 1 bölünsün 5/4 + 500, bu da bərabərdir 1/5/4 + 500. Yəni 5/4'ün sonu 6 olduğuna görə bu da bərabərdir 1/5/4'ün sonu 6 olduğuna görə 6/500. Yəni sonu 6 ilə bitəcəkdir. Cavabımız C variantı.